Dinin əsas işi birinci növbədə budur ki, bizim düşüncəmizi düzəltsin, yanaşmamızı düzəltsin. Reallığı olduğu kimi göstərsin. Əyintilərin qarşısını alsın. Reallığı necə var elə göstərsin. Dinin əsas işi budur. Alimlərlə oturub durmaq, möminlərlə oturub durmaq, zikir məclisində iştirak eləmək, ən mühüm faydalarından biri budur ki, adamın düşüncələri düzəlir, baxışı düzəlir həyata. Bu düzəlsə, əməl rahat düzələcək. Xeyli hissəsi buradadır bizim həyatımızın, varlığımızın, düşüncəmizdədir. Elmlə zehniyyət fərqli məsələlərdir. Elmi zehniyyətə qarışdırmayın. Elm sırf məlumat verir adama, məlumat verir. Zehniyyət bu məlumat əsasında nəticəyə gəlir. Belədir də. Elm bizə xəbər verir, məlumat verir, ötürür və zehniyyət o məlumatları təhlil edib gəlinən nəticəyə deyilir. Olur bizim zehniyyətimiz. İnsanlar da elmləri əsasında yox, bildikləri əsasında yox, zehniyyətləri əsasında davranırlar. Yanaşmaları əsasında davranırlar. Bir məlumat verirəm hamıya. Biz məsələn 80 il, 80 il, 90 il yaşayacağıq. Məlumat eyni məlumatdır. Zehniyyət fərqlidir. Biri uzun görür, biri qısa hesab eləyir.